Bilirsiniz ki, mən bir video paylaşım etdim. Düzdür, toydan bir neçə gün keçib. Bizim dünya şöhrətli Zeynəb Xanlarovanın nəvəsi Zeynəbin Gülüstan Şadlıq Sarayında böyük bir toy mərasimi oldu. Hamı oradaydı, hamı gəlmişdi. Oynadılar, oxudular, yedilər. Üstündən deyərdim ki, belə şirələr, maraqlı, dadlı şirələr içdilər. Amma hamının gözü Rəşad axtarırdı, stilist Rəşadı. Mən də orada belə baxdım, belə video görüntülərə ki, Rəşad var ya yoxdur, yox idi. Təbii ki, onu axtardım. O dedi ki, mən burada deyildim, Dubaydaydım. Və sonradan təbii ki, açıqlama verdim. Amma Rəşada sonradan bir sual verdim. Rəşad, toyda iştirak etsəydin, yəni stilist Rəşad, Zeynəb Xanlarovanın nəvəsi Zeynəbin toyunda, toy mərasimində, düyünündə iştirak etsəydi, ora nə qədər nəmər deyirik də, pul salacaqdı, ya hansı hədiyyəni alacaqdı. O mənə elə bir deyərdim ki, nəməri dedi ki, yəni bu qədər mən pul toyda olsaydım, ora pul qoya bilərdim. Belə. İndi inşallah, təbii ki, mən fikirləşirəm ki, heç kim bu qədər o toya pul, yəni belə qutuya pul qoymayıb. Amma gec deyil. Məncə Rəşad indi də gec deyil. Yəni qutu olmasa da, qutusuz da belə nəmərvi yazdıra bilərsən. Sara Səfra Bahadurdan sənə tövsiyə.